Oruç tutan zaman ən yaxşı qidalanma qaydası hansıdır? Bildiyimiz kimi cəmiyyətdə 40% insanlar obezitədən, yəni piylənmədən, artıq çəkidən, metabolik sindromdan əziyyət çəkir. Və biz istəyirik ki, oruç tutan zaman həm də bizim bədənimizdə artıq piylər azalsın, xolesterin azalsın, zərərli maddə azalsın, amma orqanizmimizin vitamin və faydalı deposu isə tükənməsin. Bunun üçün necə qidalanmalıyıq? Bizim adətən qidalar iki qrupa bölünür. Zülal, vitamin qrup qidalar, bir də karbohidratı çox olan qidalar. Biz imsak və iftarda zülallı və vitaminli qidalar qəbul etməliyik. Zülallı qidaları ona görə qəbul etməliyik ki, biz ac qaldıqda bədənimizdə zülallar daha çox parçalanır və bu da əzələlərimizin zəifləməsinə səbəb olur. Ona görə zülallı qidalar qəbul etməliyik. Misal üçün, səhərlər soyutma yumurta çox məsləhətdir və ya süd məhsulları. Çünki bunlar zülallarla və vitaminlərlə zəngindir və əzələ kütləmizin qorunub saxlanmasına kömək eləyir. İftar vaxtı misal üçün, biz çoxlu tərəvəzli suplar, tərəvəz yeməkləri, zülallı qidalardan həmçinin paxladılar. Paxlalar çünki zülalla zəngindir. Lobya, mərci və s. Balıq məhsulları, qaraciyər. Bunları iftarda qəbul etməyimiz daha məsləhətdir. Çünki onlar da həm zülalla, həm də vitaminlərlə zəngindir. Amma karbohidratlı qidalar məsləhət deyil. Xüsusən də metabolik sindromu, çəkisi, şəkəri, təzyiqi olan insanlara heç məsləhət deyil. Çünki onların zülal və vitamin tərkibi azdır, karbohidrat tərkibi çox olduğuna görə qlikozanın miqdarını çoxaldır və piylənməyə səbəb olur, xolesterini artırır. Bunlar hansı qidalardır? Un məmulatları, həmçinin xəmir xörəkləri, düyü və s. Bunlar karbohidrat dəyərləri çox olduğuna görə əslində piylənmə yaradır və orqanizmin təmizlənməyinə mane olur. Oruç sağlamlıq üçün çox önəmlidir, amma sağlam qidalanma ilə birlikdə olan oruç daha faydalıdır.